3. Salam, xoş gördük, hörmətli doktor Tibbetin izləyicilər. Bugün sizə möhtəşəm bir məhsul haqqında məlumat verəcəm. Müxtəlif bitkilərin ekstraktından hazırlanmış və bağırsaq liflərini formalaşdıran, normal bakteriyalara çevirən, sağlam bakteriyalara çevirən, orqanizmdə bifidum bakteriyanı yaradan selluloza tərkibli fruktozan sirupu. Biz bilirik ki, orqanizmdə həm pis bakteriyalar var, yoğun bağırsaqda, nazik bağırsaq, həm də yaxşı bakteriyalar var. Təsəvvür edin ki, bu fruktozan sirupu hesabına siz bağırsaq florasında sağlam bakteriyanın sayını artıracaqsınız. Sağlam bakteriyalar hesabına xəstəlik törədən mikrobakteriyaları orqanizmdən xaric edəcəksiniz, şilaqlar təmizlənəcək və nəticədə bağırsaq sorulması normal düşəcək, qanda şəkərin miqdarı nizamlanacaq, pis mikroblardan, viruslardan, bakteriyadan orqanizm azad olacaq, piyələnmənin qarşısı alınacaq, qəbizliyə kömək edəcək, öd qatlaşması götürüləcək və orqanizmdə rahatlıq, yüngüllük olacaq. Hətta zihninizin yaxşılaşmasına qədər kömək edəcək. Yaponlar demişkən, təmiz bağırsaq, sağlam, təmiz beyin deməkdir. Sağ olun, fruktozan sirapından istifadə edin.